Goranboy rayonunda keçmiş həyat yoldaşını bıçaqlamaqda təqsirləndirilən Babakişi Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Gəncə Ağır Cinayətlər Məhkəməsinə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Babakişi Abdullayev 3 il azadlıqdan məhrum olunsa da məhkəmə onun cəzasını şərt hesab edib və məhkəmə zalından azadlığa buraxılıb. İttihama görə hadisə ötən ilin sentyabrında Goranboy şəhərində baş verib. Zaqatala rayon sakini 1996-cı il təvəllüdlü Fatimə Ömərova bıçaq xəsarətləri ilə Goranboy rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunub. Aparılan araşdırmalar zamanı məlum olub ki, o keçmiş əri Babakişi Abdullayev tərəfindən bıçaqlanıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə hadisəni törətməkdə şübhəli bilinən Babakişi Abdullayev saxlanılaraq istintaqa təhvil verilib. İstintaq zamanı məlum olub ki, Fatimə ilə Babakişi evləndikdən sonra bir müddət mehriban yaşasa da, sonradan cütlüyü arasında mübahisələr yaşanıb və onlar boşanmaq qərarı veriblər. Məhkəmə yolu ilə boşanan cütlük bir müddət ayrı yaşasalar da, Babakişi Abdullayev qadına yenidən birgə yaşamağı təklif edib. Həmin təklif əsasında qadın Babakişi ilə görüşərək problemi həll etmək qərarına gəlib. Bu məqsədlə o keçmiş ərinə yaşadığı evə gəlib. Evdə söhbət zamanı onların arasında yenidən mübahisə yaranıb və Babakişi Abdullayev mətrəh bıçağı ilə Fatiməyə 8 zərbə endirib.